gözəlliyi ilə dillərə dastan. Qarabağın döyünən ürəyi Xankəndidə daha bir yeniliyə şahidlik edirik. İşğaldan azad edilən ərazilərdə yaşayan sakinlərə dövlət xidmətlərinin şəffaf və əlçatan şəkildə təqdim edilməsi məqsədi ilə müxtəlif tədbirlər görülür. Elə bu tədbirlər çərçivəsində Xankəndidə ilk dəfə səyyar asan xidmət fəaliyyətə başlayıb. Vəsiqə üçün yaxınlaşmışdıq, yoldaşımla gəlmişik. Çox yararlandıq, çox təşəkkür edirəm. Bizə hörmət elədilər. Hər şey öz qaydasındadır. Bir daha təşəkkür edirəm. Bura gəldiklərinə görə, əziyyət çəkdiklərinə görə. Çox əzab-əziyyət çəkmişdik, amma şükür bugünkü günə. Prezidentimizə təşəkkür edirik ki, bizi belə işlərlə yararlandırdı, belə xidmətlər göstərilənə təşəkkür edirəm. Xankəndi şəhərində yaşayırıq, hərbiçi ailəsiyik. Uşağın şəxsiyyətlərini düzəltdirməkdən ötəri gəlmişik. Belə xidmətlərin tez-tez olmasından çox razıyıq. Xankəndi şəhərində yaşamasam da bir sənəd tərcüməsi və təsdiqi ilə bağlı bugün eşitdik ki, Asan Xidmətin səyyar xidməti bu şəhərdədir. Ona görə gəldim. Yüksək qiymətləndirirəm. Bütün əməkdaşlar kifayət qədər mehribandırlar, işlərində peşəkardırlar. Vəsiqəni dəyişməliyik, razıyıq. Yəni gəldik, girdik, hörmətlə yanaşdılar, kömək də eləyirlər. Allah canlarını sağ eləsin. Səyyar Asan Xidmət Qarabağda yaşayan əhalimiz üçün öz fəaliyyətini davam etdirir. Hazırda Xankəndi şəhərində Səyyar Asan Xidmət vətəndaşlarımıza xidmət göstərir. Növbəti günlərdə 23 iyul tarixinə qədər vətəndaşlarımız Səyyar Asan Xidmət avtobusuna müraciət edərək dövlət xidmətlərindən yararlana bilərlər. Vətəndaşlarımız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, əmlak xidmətləri, vətəndaşın vəziyyət aktlarının dövlət qeydiyyatı xidməti və sair xidmətlərə müraciət edə bilərlər. İndiyədək işğaldan azad olunmuş ərazilərdə Zəngilanın Ağalı kəndində, Cəbrayıl rayonunda, Tərtərin Talış kəndində 1200-dən çox vətəndaşımıza səyyar formada xidmət təşkil etmişdir. Ümumiyyətlə isə Səyyar Asan Xidmət avtobusu vasitəsindən bugünədək 3 milyon 380 mindən çox vətəndaşa səyyar xidmət təşkil edilmişdir.